Tövhid mövzusu. Əzizlər, bugün sizinlə insan ruhunu ən dərindən işıqlandıran yol tövhiddən danışacağam. Tövhid, Allahın birliyinə iman etməkdir. O, həm bizim ruhani həyatımızın təməlidir, həm də bütün kainatın sirridir. Allah birdir, onun heç bir bənzəri yoxdur, heç kim onun kimi deyildir. Hər bir varlıq, göylər, torpaq, canlılar və hər şey onun yaratdığı və idarə etdiyi kainatın bir parçasıdır. Biz ona ibadət etməli, ona yönəlməli və bütün həyatımızı onun iradəsinə uyğun yaşamalıyıq. Tövhid, ruhun ən saf və ən dərin ifadəsidir. O, insanın daxili harmoniyasını təmin edir və bizə əbədi sülhün yolunu göstərir. Ali şuur, insanın dünyanı və özünü dərk etmə qabiliyyətidir. Bu şuur vasitəsilə biz yalnız maddi deyil, ruhani həqiqətləri də görə bilirik. İnsanın ruhu ali şuura yüksəldikcə Allahla olan əlaqəsi daha dərindən hiss olunur. Ruhun təmizlənməsi və daxili nurun artması yalnız tövhid anlayışı ilə mümkündür. Bu yüksəliş insanın həm fərdi, həm də ictimai həyatına istiqamət verir. İbn Ərəbi deyir ki, hər bir varlıq Allahın nurundan yaradılıb və onun əksidir. O, hər şey Allahın əlamətidir deyərək ruhani və metafizik biliklərimizi genişləndirir. İbn Ərəbi öyrədir ki, insan ruhu yalnız özünü və Allahı tanımaqla yüksələ bilər. Bu təlim insanın həm daxili aləminə, həm də kainatdakı roluna işıq tutur. Vəhdət hər şeyin birliyi, bütün kainatın Allahın birliyini əks etdirməsidir. Göylər, torpaq, bitkilər, heyvanlar və insanlar hamısı bir bütöv içindədir. Biz onun iradəsinə təslim olduqda həyatımızda balans, ədalət və harmoniya yaranır. Vəhdət anlayışı həm fərdi, həm də ictimai həyatımızı nurla doldurur, bizi doğru və mərhəmətli davranışa yönəldir. Allah əl-Musəvvir, hər şeyi ən gözəl və ən mükəmməl şəkildə yaradan. O, hər varlığın formasını və mahiyyətini müəyyənləşdirir. Hər canlı, hər bitki, hər ulduz onun sənətinin bir əsəridir. Əl-Musəvvir anlayışı insanın yaradılışını və kainatı dərk etməsinə kömək edir. Ruhumuz onun yaratmasında gözəlliyi gördükcə imanımız möhkəmlənir və ürəyimiz Allahın nuruna açılır. Unutmayaq, tövhid yalnız söz deyil, həyat tərzidir. Ali şuur vasitəsilə biz ruhumuzu aydınladırıq. İbn Ərəbi öyrədir ki, ruhun yüksəlişi Allahın nurunu tanımaqla mümkündür. Vəhdət hər şeyin bir olduğunu göstərir və həyatımıza sülh gətirir. Əl-Musəvvir isə hər şeyi ən gözəl şəkildə yaradan Allahı xatırladır. Hər an Allahı xatırlamaq, ona yönəlmək və onun birliyini hiss etmək bizim ən böyük hədiyyəmizdir.